yeni dərsliklərdə sözə bitişik yazılan mu üstü 4 sual ədatının da, də bağlayıcılarından sonra sözdən ayrı yazılması qaydası təsdiq olunub. Əzəl Dəmirçizadə və Muxtar Hüseynzadənin corları çatlayacaq. Köhnə dəyirmana təzə nırx qoyanlar dərk edə bilmirlər ki, mu üstü 4 ədatı sözə ona görə bitişik yazılır ki, deyilişdə sözə bitişik sən də mi deyilmir, sən də mi deyilir. Fasilə yaranmadığı üçün bitişik yazılmalıdır. Durğu işarələrinin fasilə üçün nəzərdə tutulduğunu bəzi dərslik tərtibatçıları, alimlər unudurlar. Sual ədatı mu üstü 4 şəkilçi kimi qeyd olunsa da sözə ayrı yazılması orfoqrafiyada təsdiq olunub. Halbuki deyiliş zamanı fasilə hiss olunmur. Kim sualına cavab verən o əvəzliyi də eyni lakin əks hala uğrayır. Deyiliş zamanı fasilə yaranır ki, yazıda vergül ifadə olunmalıdır. Son dərsliklərdə belə yanlışlıqlar daha çoxdur və hiss olunur ki, savadsız müəlliflər tərəfindən yazılıb. Bu yenilik köhnə dəyirmana təzə nırx qoymağı xatırladır. Dədəm mənə dur dedi, gəlib gedəni vur dedi. Ağa nəzərəm, belə gəzərəm. Dayı hesabına alim olan bu sərsələr dünənki alimləri bəyənmirlər. Dövlətin onlara verdiyi müvəqqəti statusdan ağılları ilə yox, arxaları ilə faydalanırlar. Əsl alimlərin isə türklər demişcə kimikləri çatlayır.